Farid bu dəfə özünü yanğın söndürən kimi sınadı. Bu peşənin görünən və görünməyən tərəflərini təqdim edəcəyik. Öyrəndi, Belə düzlən, fərqət. Salam yanğın söndürən. təlimlərdən keçdi. 18 saniyə döyüş paltarı geyinməlidir. Məşq eləyərəm. Amma Yanğın! çəkiliş zamanı real yanğınla üz-üzə qaldı. Miqyas böyükdür. Hələ də yanğın davam eləyir. Həyəcan, məsuliyyət Ehtiyatlı olun, ehtiyatlı olun. Bu aşa bilər. və maksimum diqqət. Tut bunu, tut bunu. Hoppa. Teleməkanın ən fərqli layihəsi. Halaldır qardaş sizə. Onlar üçün sözün əsl mənasında İş. birazdan ATV-də. Deyir hərbiçi vətəni, polis asayişi yanğın söndürən bütün bəşəriyyəti qoruyur. Salam, İş Həmişəvar efirdədir. Mən sizin qarşınızdayam və məkandan məlumdur ki, bugün yanğın söndürənlərin iş prinsipini sizə təqdim edəcəyik. A-dan Z-yə bu peşənin görünən və görünməyən tərəflərinin hamısı iş həmişə varda. Dostlar, binaya daxil oluram və geyimimi təhvil alıram. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin bir əməkdaşı olacağam. Prosedurlar nədir, hansı təlimdən keçməliyəm, bunların hamısını birazdan görəcəksiniz. Geyimimi dəyişdim və mən artıq namizədlərdən biriyəm. Formamı dəyişdim, tam olaraq yanğın söndürən kimi özümü hiss edirəm. Çünki hiss edirəm, hələ öyrənməmişəm işi və həmkarım Cavid mənə bu iş haqqında danışacaq, bina ilə məni tanış edəcək. Hardan başlayırıq Cavid? İlk növbədə bizim dispetç otağından başlayaq. Yanğın olan zaman zəng ora gəlir. Zəng ora gəlir, bəli. Keçək. Buyurun. Cənab baş leytenant, Yasama rayon dövrən yanğından mühafizə hissəsinin dispetçeri daxil xidmət baş savcı Quliyev. Bizim proses burada baş verir. Salam əleykum. Gördüyünüz kimi dostlar, zəng bura gəlir. Qısaca məlumat verim. Bütün yanğınlarımız 101-dən bizim bu telefonlara məlumat daxil olur. Məlumat daxil olsa dispetçer burada çıxış vərəqəsinə bizim yanğın barəsində hansı ünvan lazımsa ora qeyd edilir və bizi həmən yanğın ünvanına çıxardır. Neçə dəqiqə ərzində bu proses baş verir? 1 dəqiqə ərzində olur da. Bir dəqiqə ərzində yanğın avtomobili yanğın deposundan çıxmalıdır. Başa düşdüm. İndi hazırlıq eləyərdin, mənə öyrədib eləyərsiniz, tez geyinmək Hə, eləmək. eləyərəm. Paltarı neçə dəqiqə geyinmirsən? Paltar ümumiyyətlə yanğın avtomobili 1 dəqiqə ərzində 1 dəqiqə. Bir dəqiqə yanğın avtomobili döyüş paltarı giyməklə bir yerdə yanğın deposundan 1 dəqiqə ərzində yanğın avtomobili çıxmalıdır. Başa düşdüm. Çox zaman azdır. İndi görək mən bunu bacara biləcəm yoxsa yox. Çox sağ olun, təşəkkürlər. Növbələ düzlən. Fərqət. Diqqət, mərkəzə. Yoldaş polkovnik leytenant, növbələr təftəsin üçün düzülmüşdür. Məzzetli növbə köməkçisi baş leytenant Xəlilov. Salam yanğın söndürən. Himnimizi səsləndiririk və proses bitir dostlar. İndi isə keçirik texnikaların sazlığını yoxlamağa. Bütün proseslərdən keçdik. İndi isə mənə görə bir dənə proses olacaq burada. Bu yanğın söndürmə maşını ilə məni tanış edəcəklər, hə? Bəli, bəli. O zaman gəlin dostlar, hər şey tökək yerə. Baxaq görək proses nədən ibarətdir, necə olur. Yanğın zamanı mən də sizə kömək eləyə bilim. Başlayaq? Bəli, başlayaq. Gəlin. Birinci açıqdan başlayaq buradan. Bu maşının arxa hissəsidir Arxa dostlar. hissəsi. Burada nələr olur? yanğın şlanqları var bizim. Açaq baxaq bir-bir. Mən o vaxtı açmağı öyrənmişdim, yığmağı öyrənməmişdim. Bərabər qoyum, çək. Bərabər qoymamaq lazımdır. Hə. Hə, bu belə olmalı. Belə olmalıdır ki, bəli, şlanqlar yığanda yumru şəkildə. Sonra üst-üstə qalıqlar üst-üstə otursun. Keçirsizlər. Ver qardaş. Bu bizim hündür mərtəbəli yanğınlarda çıxışımız üçün kasetlərin içində hazır olan şlanqlardır. İçində 2 ədəd şlanq olur. Rahat qaldırmaq. Rahat qaldırmaq. Və bu hissədə gördüyünüz kimi xüsusi alətlər var. Xilas etmə işləri. Xilas etmə işləridir. Yəni xilas etmə qrupu ayrıdır, amma gördüyünüz kimi
Yanğın söndürmənin özündə xilas etmə aparatı var. Bu benzinlə işləyir də. Bəli, bəli, bəli. Orada kürəklərdir, müxtəlif avadanlıqlardır. Maşında hər şey var, hər şey təchiz olunub. Və bu da şəxsiyyətin oturması üçün yerdir. Bəli. Gəl buranı da göstərək. Bir maşında neçə yanğın söndürən olur? Bir yanğın avtomobildə 4 dənə yanğın söndürən otura bilər. 1, 2, 3, 4 nəfər burada oturur, 2 nəfər qabaqda, yoxsa? Bəli, bəli, 2 nəfər də qabaqda. Bir sürücü, bir də özüm. Sürücü işə qatılmır da. Sürücü də ekipajın içində gəlir. O su verir. O su verir. Yanğın yanında su ilə Onun da təmin öz edir. işi var da, yəni Bəli, boş-boş dayanmır. Xeyr, xeyr. Yəni burada heç kim boş dayanmır, burada saniyə, dəqiqə söhbəti var. Bəli, Yəni hər saniyənin öz hökmü var. bəli. Bunlar nədir? Nəfəs orqanlarının fərdi mühafizə vasitəsidir. Oksigen balonlarıdır. Bəli, bəli. Tüstülü zonalarda bizim köməyimizi çatır bunlar. İnsanların həyatını xilas etməyə, yanğınları söndürməyə tüstülü zonalarda bunlardan istifadə edir. Bizim köməyimizi çatırlar. Bura sürücüyə aid olan hissə. Bəli, bu da sürücüyə aid olacaq. Hər gün növbəyə təhlükəsiz gələn şəxsiyə ilk növbədə sürücü yanğın avtomobilinin suyunu, köpüyünü yoxlayır. İndi yoxlayaq sürücü qardaş, salamünaleyküm. Salamünaleyküm. Nə qədər su var? 9 ton su var. 9 ton su. Bu da 1 ton bizim köpəyimiz var. Köpüyünü. Birinci biz tədbir götürməmişdən qabaq birinci baxırıq suyuna, köpüyünə. Bunlar yəni yarımçı olanda biz bunu təslim eləmirik. Bəli. Bazara getməmişdən qabaq həmişə bu cürlə. Olmalıdır. Bəli. Bəzən deyirlər gəldi yanğın söndürən su yox idi maşında. Yəni elə şey ola bilməz çünki hər səhər o yoxlanılır. Bəli, yanlış fikirlər olur, amma hər gün səhər-səhər bizim sürücülər özümüz tərəfindən yanğın avtomobili heç vaxt susuz maşın döyüş hesabına qoyulmur. Yəni burada su olmayan maşının işi yoxdur. Xeyr, heç bir yoxdur, işi yoxdur. Xüsusiyyəti var ki, su az olanda içəridə də siqnal da ötürür yəni. Özü orada siqnal ötürür ki, bunun suyu az. Suyu azdır. Hansı təzyiqlə suyu ötürür bu saniyədə? O təzyiqdən asılıdır, yanma prosesindən asılıdır. Özünüz burada tənzimləyirsiniz də? Bəli, bəli. Burada atmosfer var. Məsələn, aşağı olanda 3-dən 5-dən veririk, yuxarı mərtəbələr olanda jonacan qaldırır Ona təzyiq. qalır. Başa düşdüm. Yorulmayasınız, işiniz həmişə olsun. Sağ ol. Keçək digər hissəyə. Bu yan bölməsində bizim lülələrimiz var. Tutaq ki, bu lülələrlə nəyi söndürmək olur? Bu lülə ilə mənzilləri, Mənzilləri. mənşət tullantısı, bir çox şeyləri söndürmək olur. Bu bizim B lüləmizdir. P lüləsi. B lüləsi. Bu da ki, A lüləsidir. A lüləsi vasitəsilə bunun suyu tutumu çoxdur. Ha, suyu çox. Saniyə 7 litr verir bu. Ha. Bu belə basırsan da, Yox, basma ehtiyac yox. Bunu bu söndürəndə necə eləyirsən? Belə. Belə. Bax, krantı var. Hə, özü eləyir. Bəli, Buradan bəli, təzyiqi özü. azaldıb çoxaldırsan, hə? Bəli, bəli. Bu krantıdır. Bəli, krantı da açıb bağlamaq üçündür bu. Hə, başa düşürəm. Əlim yatsundan indi yanğında bilim. Bunlar Bəli. sizin ehtiyat oksigen balonlarınızdır. Bəli, bu ehtiyat bizim imsal aparatın balonlarıdır. Bu nə cihazıdır? Bu belə deyim də, tüstülü yanğınlarda, tüstülü zonalarda bunun vasitəsilə əgər insan faktoru varsa mənzilin içində İstiliyi göstərir. istili göstərir, bəli. İstili göstərir. Burada həmin Belə görürsüz harda adam var, nə var, baxırsınız. Bəli, bu düyməsi basır. Bu hissə mənə aydın oldu. Daha sonra burada bizim köpük qarışdırıcı qurğumuz var. Köpüyü buradan gəlir, hə? Bəli, bunun vasitəsilə köpük çəlləkləri var. Köpük çəlləyini bunu şlanqına qoşaraq buradan köpüyü əmələ gətirməklə köpük vermək olur. Bu hissə bitdi. Bəli, indi bu yan bölməni açaq. Bu nədir qardaş? Bu orta atomlu köpük generatoru tez alışan maddələri söndürmək üçündür. Əla. Sonra buradakılar burada lomdur Lomdur, bəli. və digər ləvazimatlardır. Bəli, bələ. Xüsusi yanğın söndürmə qurğusu da var. O nə deməkdir xüsusi yanğın söndürmə? Xüsusi yanğın söndürmə qurğusu odur ki, mənzillərdə yaxud da elektrik şitlərini söndürməkdən ötürüdür. Başa düşdüm. Artıq maşın mənə aydın oldu. Bəli. Bir qaldı o tez 1 dəqiqə paltarı geyinib çıxma söhbəti var. Bəli. Bir onu da öyrənərik. Bəli, Ondan sonra da yanğın olanda sizdən bir yerdə gedərəm. bəli. Oldu. İş həmişə Oldu. var. Və Manqa komandirin Sübhan burdadır və mənə bu maşınlar və digər texnikalar haqqında məlumat verəcək. Bu nə texnikasıdır? Bu deməli ilkin yanğın söndürmə qurğusudur. Əsl avtomobil gedir. Kiçikdir, yəni. Bəli, kiçik həcmli avtomobildir. Bəli. Burada 2 yanğın söndürən Bəli, olur. 2 yanğın söndürən oturur, o əyləşir, bir sürücü əyləşir. Fərəd qardaşım, deməli bu bizim oldu. İlkin yanğın söndürmə avtomobili. yanğınlar, kol-kos. Bəli, xırda həcmli yanğınların söndürülməsi üçün istifadə olunur. Dar küçələrdən keçilməsi üçün ona görə bu avtomobil istifadə olunur. Bura deməli nasosxana sürücüyə aiddir. Sürücüyə aid olan hissəsidir. Deməli bizdə bu yanğın avtomobilinin bir ton su tutumu var. Ondan əlavə 20 litrlik köpük çəlləmiz var. O da tez alışan maddələrdən istifadə etmək üçün qoyulub. Bu tərəfdə nə var? Bəli, o tərəfdə keçir sizə deyim Fərd qardaşım, gəlin. İçəri şəhər, ara küçələr, ora girəndə yəni Bəli.
bu maşının getsin. Bəli, bu deməli Fərid qardaşım burada nəfəs orqanlarında fərdi mühafizə vasitələrdir. Hər şey var. Bəli, insanların xilas edilməsi üçün istifadə olunur. Və suyumuz da doludur. Bəli, suyumuz da çəmimizdə göstərdiyi kimi doludur. Bəli, ondan əlavə ilkin yanğın söndürmə bir qurğumuz var burada. Elektrik naqillərinin söndürməsi üçün istifadə olunur. Maşallah hər şey var. Bəli, və, bəli. Bu maşınlarda yəni kranlardır da. Bəli, bu maşın da bizim xüsusi Nərdivanlar. yanğın avtomobildir. Hündür mərtəbəli binalardan yanğınların söndürülməsi və insanların həyatını xilas etmək üçün istifadə olunur. O biri neçə metrədir, biri neçə metrədir? Deməli, bu bizim 64 metrə Iveco markalı yanğın avtomobildir. Bu avtomobil isə dirsəkli qaldırıcı 68 metrə MAN markalı yanğın avtomobildir. Bunların içərisində su olmur da, yəni. Xeyr, bunların içərisində Yalnız nərdivan yolunda. Bəli, nərdivan yolu ilə və nərdivan yolu ilə də su verə bilirik. Verə Yanğınları bəli, hündür mərtəbəli binalarda yanğınların söndürməsini təmin edə bilirik və insanların həyatını xilas edirik. Allah sizi var eləsin. Sağ ol, Çox sağ ol. minnətdarım. Əməkdaşlar üçün fiziki hazırlıq mütləqdir və binada gördüyünüz kimi idman zalı var. Çünki onların işi gücdən ibarətdir. Gücləri olmalıdır ki, işləri həmişə olsun. Fərid qardaşım, hər bir yanğın söndürənə təhkim olunmuş döyüş paltardır. Bəli, bu döyüş paltarı yanğın söndürəni alovdan, kimyəvi maddələrdən, bəli, qorumaq üçündür. Bəli, geyinin. Bundan başqa geyiminiz var, yoxsa budur hələ? Bəli, o Əsas geyim budur. Bəli, əsas geyimimiz döyüş paltarının yanğın söndürənin budur. Bu da şalvarıdır. Bəli, bu onun. Bunu neçə saniyə geyinirik? Bu bizim normativə uyğun 18-20 saniyə geyinib yanğın avtomobilinə əyləşib yanğın yerinə çıxmalıyıq. Yox, başa düşmürəm. Hələ 18 saniyə dedin sən elə. Xeyr, 18 saniyə döyüş paltarı geyinilməlidir. Geyinilməlidir. Bəli. Buradan ümumi neçə dəqiqə çıxılmalıdır? 45 saniyə yanğın qarajından çıxılmalıdır. Bəli. Məşq eləyərəm. Olar. Tez-tez geyinərəm, çıxadaram, geyinərəm, çıxadaram. Bəli. Çox çətin. Bu əlcəklərdir. Bəli, bu yanğın söndürənin əlcəyidir. Bu da yanğına davamlıdır. Bəli, müəyyən qədər istiliyə davamlıdır. Və bu da bizim kaskamız. Bəli, bu da bizim dəbilqəmizdir. Dəbilqəmiz. Bəli. Bu da yanğına davamlıdır. Bəli. Və əsas da mən ayaqqabını gördüm. Bəli. Bunlar da bizim yanğın söndürənin baxın, sapoklarıdır. ayaqqabılardır. Bəli, yanğınlarda, bəli. Təkər materiallandı dostlar. Bəli, bərk materialdandır. Michelindir. Bəli, bərk materialdandır, bəli. Yanğına davamlıdır. Mənə hər şey tam aydın oldu. Geyinmək, ümumi texnika, kollektivi tanıdım. İndi bugün hələ ki günorta saatlarında hələ ki bir çağırış olmayıb. Yanğından, bəladan uzaq olaq, amma bizim Amin. işimiz yanğın söndürəndir. Bəli, yanğın söndürən işi şərəfli işdir. Bəli, çox şərəfli, ləyaqətli işdir. Bəli. Görmüsünüz də, yəni bu iş elə bir işdir ki, bu insanlar öz həyatlarını sizin həyatınıza görə təhlükəyə atırlar, risk atırlar, təhlükəyə atırlar. İşiniz həmişə olsun, Allah sizi var eləsin. Bir Yunansla deyim, orada kadra düşsün. Deyir, hərbiçi vətəni, polis asayişi yanğın söndürən bütün bəşəriyyəti qoruyur. Əla düdün. Bəli, 2 də toy tutacam sən. inşallah. Burada mətbəxdir. Fərciyə çörək ye, yemək ye qardaş. Yeməkdə, yəni. Bəli, Yaxşı dolma var abi. Bəli. Nahar vaxtıdır. Bir də baxın ayırdanına. Buyur. Sən də gətirərlər. Bağışla da yemənin. Nuş olsun, Fərdiyyət, nuş olsun. Siz bana səhəri güclü gün həmişə. Baş Günorta üstə. çünki yanğın çıxar. Bəli, hər zaman yanğın olur. Bəli. Yeməyi yeyirik, səmimi söhbət eləyirik və istirahət otağı ilə tanış oluruq. Yəni burada yemək otağı da var, asudə vaxtlarımızı keçirmək üçün istirahət otağı da. Bura qədər sizə fiziki hazırlığı göstərdik, digər hissələri göstərdik. İndi isə sinif otağına daxil oluruq. Burada nəzəri biliklərimizi möhkəmləndiririk.
Bu bizim deməli oldu xüsusi təyinatlı maşınımız, dirsəkli qaldırıcı. Yasamal rayon dövlət yanğın mühafizə hissəsi başlaşılır. Həyəcan siqnalı verildi. Hamı həyəcanlı paltarların geyinirlər, formanı geyinirlər və mən də onlardan biriyəm. Amma ki, uşaqlar 10-15 saniyəyə tez bazar geyindilər, amma mən tam olaraq geyinə bilmədim. Və maşına mindi, hazırlaşdıq. Sən demə bu çağırış, bu həyəcan siqnalı yoxlanış məqsədi ilə imiş. Səhər təlimdən keçdi, axşam isə real yanğın oldu dostlar və mən də hadisə yerindəyəm. Bir ambarda yanğın baş verib. Yanğın çıxıb və gedirik hadisə yerinə. Gördüyünüz kimi dostlar, miqyas böyükdür. Hələ də yanğın davam eləyir. İllərlə mən sizə iş həmşəvarda müxtəlif işləri göstərmişəm, amma bu yeganə işdir ki, bütün digər işlərdən çox fərqlənir. Burada yanğın söndürənlərimiz həyatı bahasına, öz sağlamlıqları bahasına yanğının qarşısını alırlar. Salam əleykum. Bu hissədə vəziyyət daha gərgindir, görürsünüz. Bayaqdan yanır, hələ ki sönməyib, yarısı sönüb. Yarı hissədə söndürməyə davam edirlər. Çox həyəcanlı bir işdir. Bütün yanğın söndürənlərə eşq olsun. Dəhşətdir dostlar, həqiqətən dəhşətdir. Siz sürücüsünüz də, suyu siz verirsiniz. Biz orada hazırlıq zamanı bunu çəkmişdik. Su hazırda yetəri qədər var da. Bəli, bəli. Yorulmayasınız, yorulmayasınız. Bu hissədə daha çox tüstülənmə baş verir, digər hissədə isə tam olaraq yanğın. Buradakı yanğın dostlar 1 saatdır davam edir təqribi. Əsas hissə söndürülüb, amma hələ də tüstülənmə davam edir. Yanğından əlavə burada yanğın söndürənlərin işini çətinləşdirən işlərdən biri də tüstüdür. Baxın, o insanlar gecə-gündüz demədən, tüstü demədən, yəni hər bir işə gedək içəri. Bunları bildirirlər ki, dostlar, buralar boşalmalıdır. Biraz bura vur, bura vur, bura vur. Buradan, buradan. Boğulur adam. Batıma gelir yere ya. Sertine girme sonra. Gördüyünüz kimi həmkarlarımız yorulur, taqətdən düşürlər, tüstüdən boğulma xəttinə gəlirlər. Növbəli şəkildə bir-birlərini əvəz eləyirlər və burada gördüyünüz kimi beton aralanıb. Əvvəl belə şey yox idi. Yanğın artdıqca beton aralanır. Betonun buradan qopma təhlükəsi də var. Çətinləşir söndürmək, konstruksiya aşıb dostlar. Gördüyünüz kimi qəhrəman yanğın söndürərlər, söndürməyə çalışırlar. Mən çox içəri gedə bilmirəm, çox təhlükəlidir. Mən kənardan dəstək olurlar.
içəri daxil oldular dostlar. Əsas yanğının mənbəyi bu hissələrdir. Bütün maddələr tez alışandır, ona görə də söndürmək çox çətindir. Bu tərəfdə yanır. Hələ ki əsas bu tərəfi söndürürlər. Əlavə qüvvələr də gəlməyə davam edir. Getdikcə külək artır, ona görə də yanğının yönü dəyişir. İnşallah söndürəcəyik. Və görürsünüz, söndürülmə davam edir. Burada şlanqı tutmaq bir iş və şlanqı düz saxlamaq da bir işdir. Mənim yanğın söndürənlərə köməyim yalnız burada yüklərin daşınması və şlanqın tutulmasında oldu. Ermanurla bu yana dur, sola. Bura vur. Sola, sola. İş həmişə var. Ehtiyatlı olun, ehtiyatlı olun. Bunun artıq ortası gedir. Bunda ABS-in aşma təhlükəsi var. Gördüğünüz kimi içəri doğru irəliləyirik. Yanğının əsas mənbəyi oradır. Bu aşağı bilər. Təhlükəsizliyə görə məni çox içəri buraxmırlar. Hələ ki burada dayanır. Yanğın zamanı hava küləkli oldusa, yanğın söndürənlərin işi 2 qat çətinləşir. Çünki külək yönünü dəyişir, yanğını söndürmək çətinləşir. Burada vəziyyət nə yerdədir görək. Görürsünüz, burada proses belədir. Mən bunları hamısının çəkilişin əvvəlində sizə göstərmişdim. Bu formada su gəlir və borulara paylanır. Yanmayan məhsulları da yavaş-yavaş boşaldırlar. Mən də kömək etmək niyyətindəyəm. Ver, ver. Buyur. Ver. Ver kardeş. O kesim o tərəfindən. Orası tullantı diye. Gel kardeş. Gel. Gel kardeş. Gel abi, çok isterim. Bu çok istemayıp tut bunu, tut bunu. Şöyle. Şırantları ver, şırantları. Sağ ol. Şırantı ver, şırantı ver. İstipot şırantı. Oy. Hoppa. Hadi çekil orada.
Dayan qaqa, dayan. Nə çıxarda bilirlərsə depodan çıxardırlar. Allah uzaq eləsin hamını yanğından. Bu tərəfdə isə radiatorlar, istipollar, elektronik əşyalar olan bir hissə. Depoda isə gördüyünüz kimi alüminium radiatorlar var. Burada tüstülənmə dəhşətdir dostlar. Və burada yanğın çıxır, söndürürlər. Siz indi deyə bilərsiniz ki, Fərid çox dərinliyə getmir. Dostlar, mənə icazə vermirlər. Mənim icazə verilən yer bura qədərdir. Amma mənim həmkarlarım görün nə qədər dərinliyə qədər gedirlər, həyatlarını təhlükəyə atırlar. Orada tüstülənmə var, hazırda o tüstülənmənin qarşısını alırlar. Bu hissəni söndürməkdə çox çətinlik çəkirik. Digər hissəni demək olar ki, söndürüblər. Əşyaları oradan evakuasiya edirlər. Amma bu tərəfdə isə küləyə görə söndürmək mümkün deyil. Getdikcə artır. İçəridə dostlar istipol borularıdır. Çəkil. Burada dayanmaq daha da çətinləşir. İçəridə kombi çəkən zaman istipolun turbası var, onun deposudur. Bu tərəfdə olardı, ona görə çox yaxşı yanır, ona görə söndürmək çətinləşir. Bizim bu verilişin çəkilişi, daha doğrusu yanğın günü axır çərşənbəyə təsadüf etmişdi və bu işin çətinliyi bir də oradadır ki, təhlükə hər şey öz yerində. Amma ki, yanğın söndürənlərin gecəsi gündüzü olmur. Onların işinin saatı olmur. Onlar üçün iş həmişə olur. Giriş hissədə yanğın artıq mühafizə olunub, digər hissə yanmağa davam edir və buradakı sahibkarın bütün bu mallarını insanların köməyi ilə mühafizə etdilər. Mən də o işlə kömək etdim. Əsas yanan məhsullar bu alüminium ataplenyalardır və istipol turbalarıdır. Ona görə də yanğının şiddəti daha çoxdur və əməkdaşlar dayanmadan işə davam edirlər. Əlavə maşınlar gəlir, dəstək maşınları gəlir və yanğını söndürməyə çalışırlar. O hissədə vəziyyət çox çətindir.
Çünki istidən artıq divar aralanmaq üzrədir və o tərəfdən yanğına müdaxilə edə bilmirlər. Yanğının bu dərəcədə şiddətli olmağının səbəbi anbarlarda saxlanılan yanar materiallardır. Bu istipol turbaları, yəni yanğamağa çox meyillidir. Ona görə də yanğın bu formada şiddətli davam edir. Burada yanğın söndürənlərin bu dəqiqə əsas məqsədi yanğını mühafizə etməkdir və ətraf anbarlara keçməsinin qarşısını almaqdır. Təhlükəsizlik baxımından mənim çəkiliş etməyimə icazə vermirlər. Çünki orada vəziyyət çox gərgindir. Mən eləyə biləcəyimi etdim dostlar. İndi əsas iş yanğın söndürənlərə qalıb. Yanğının ortasında saata baxdım. Gördüm ki, yanğın 4-5 saatda davam edir. Amma ki, burada heç kim saatı düşünmür. Nə vaxt evə gedəcəm söhbəti yoxdur. Onların düşündüyü bir şey var. Yanğının qarşısını almaq. Kənardan yanğını müşahidə edən zaman yanğın söndürənlərin üzündəki o əzmi, o gücü görürdüm. Onlardan həvəs alıb mən də işə davam edirdim. Ambardan yanmayan malları çıxartmağa davam edirlər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və mal sahibləri bu işdə onlara kömək edirlər. Və bu tərəfdə də vəziyyət bu formadadır. Qəhrəman yanğın söndürənlər çətinliklə də olsa yanğının öhdəsindən gəlirlər. Məhsullar bu formada istipol turbaları, alüminium ataplenyalardır. Yanğın demək olar ki, dostlar sönüb. Buradakı yanğın söndürənlər bildirirdi ki, qara tüstüdən ağ tüstüyə keçdisə, o deməkdir ki, yanğın sönüb. İndi isə tüstülənmə davam edir. Hələ də yanğın söndürənlər bu işə, yanğına müdaxilə edirlər. Bir neçə dəqiqədən sonra yanğın tam olaraq söndürüləcək. Halaldır qardaş sizə. Sağ olun. Təhlükəsizlik üçün bu formada sərt çəkilir və mal sahibləri çox məyusdular. Allah köməkləri olsun. Bildirilir ki, o hissədə olan avadanlıqlar çox bahalı avadanlıqlar olub. Bugünkü verilişdə biz sizə yanğın söndürənlərin A-dan Z-yə iş prinsipini göstərdik. Bir yanğın söndürən nə formada işləyir və onlar hansı əziyyətlərdən çəkərək yanğını söndürürlər, onu gördünüz. Yanğın söndürənlər üçün iş həmişə var. Biz sözdə dedik verilişin əvvəlində ki, yanğın söndürən işi şərəfli peşədir, çətin peşədir və faktiki olaraq bu işin bütün çətinliklərini bu verilişdə sizə göstərdik. Bütün yanğın söndürənlərimizi Allah qorusun. Sağ olun, salamat qalın. Növbəti həftə eyni vaxtda, eyni saatda ATV-də görüşərik.